Hər kəsə salam. Özbəkistan ikinci oyanıb gedirik səhər yeməyinə. Burada gözümə çox gün düşdü, ona görə keçirəm o birisi güzgüyə. Avara qız. Avara qız. Bugün istifadə etdiyim qələmdən başqa bütün makiyaj məhsulları Fidana aiddir. Çünki mən özümkiləri itirdim dünən aeroportda. Bu arada özbəklər mənim çantama 2 dəfə kompliment edib. Amma özbək plovunun dadından heç xoşum gəlmədi. Çox pis idi. Biz oradan keçəndə maşın yandı, partladı hətta. Neysə, gəldik bazara. Mən plaskastopyalı ayaqlarla kabluklu sapagi geyindim bazara. Gəzinti boyu ayağım ağrıdan öldü. Bu isə bizim qız qalasına oxşuyur. Nəhayət gəldik otelimizə, amma ki geyinib yenə çıxırıq. Bu dəfə təbii ki ayağıma krasovka geyindim. Burada əslində New Yorkda Özbəkistan filan deyil, Times Square-dayım. Gəldik bura şəhərin baba oğlanlarının şəklini yapışdırıblar. Molda bir mağazaya girdim, kaşluk alıb tez çıxdım. Sonra qabağıma axrana keçdi. Səndə mən mağazadan çanta götürüb çıxmışam. 2 saat dil tökəndən sonra başa düşdülər ki, bilərək eləməmişəm. Neysə, bugünlük bu qədər. Sağ olun.